imtahanlardan söz etdim. Bəs imtahanlar necə olur? Çətin, asan, şifahi, yoxsa yazılı, yoxsa sizdə ümumiyyətlə test üsulu ilə olur? Başlayayım peşə təhsilindən. Peşə təhsilində də imtahanlar, səriştə imtahanı var idi. Test və açıq olmaqla daha belə bu cür davam edən imtahanlarımız olurdu. Asan idimi, çətin idimi? Orta idi deyərdim, orta idi. Təbii ki, universitetdən fərqli təşkil edir. Dediyim kimi daha çox praktik olaraq ortaya bir iş qoymamızı istəyirdilər bizdən. Misal üçün deyim, bizə bir data verirdilər. Deyirdilər ki, bunun əsasında işçilərə əmək haqqı hesablayın. Bir cədvəl verilirdi və deyirdi ki, burada 5 işçi var, onların əmək haqqlarını hesablayın, müvafiq tutulmaları icra eləyin, güzəştlər varsa güzəştləri tətbiq eləyin və onlara yekunda xalis əmək haqqları hesablayıb göstərin, cədvəldə göstərin. Bu cür imtahanlar vardı. Universitetdə biz belə deyim, mən sadəcə bir dəfə qapıda imtahan vermişəm. Qalan bütün imtahanlar açıq olub. Bəzən şifahi kolloquiumlarımız olub. Belə. Universitetdə də belə deyim də test sizdə ümumiyyətlə olmur o zaman. Sadəcə bir dəfə olub. Bir dəfə olub. Okey, tamam.